Ona görə də insan etdiyi yaxşılıqlardan heç bir şeyi aşağı görməməlidir. Ola bilər o bir dənə onun cənnətdən yəni xilas olmasına səbəb olsun. Həmişə aşağıdan deyir ki, yəni bir qadın iki qızı ilə, balaca uşaqlarla gəlir, nəsə istəyir və deyir ki, mən 3 xurma tapdım. Yəni Peyğəmbər evində, sallallahu aleyhi və səlləm evində heç nə yox idi. Olan 3 xurma idi, onlara hərəsinə bir xurma verdim. Və uşaqlar da xurmaları yeyirlər və anaları yemək istədiyi zaman analarına baxırlar. Anasında olan xurmaları istəyirlər. Və anası da xurmanı yarıya bölərək bir yarısını birisinə, bir yarısını o birisinə verir. Və Aşir radiyallahu bundan təəccüblənir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm gələndə bu hadisəni ona danışır. Və deyir ki, Aşir sən bundan təəccüblənirsən. Deyir, onun səbəbi ilə Allah Teala cəhənnəmə onu haram etdi. Bir dənə xurma ilə. Başqa bir hədisdə gəlir ki, cənnəti vacib etdi.